Bismillahirrahmanirrahim. Məlum səfərimiz zamanı Uhud dağında ziyarət etdik. Bu dağın verdiyi dərs onun zahiri görkəmi ilə deyil. Hər daşın altında yatan məna və mahiyyətidir. Bəlli olduğu kimi İslam tarixində ikinci döyüş Uhud dağının yanında baş verdiyi üçün Uhud döyüşü adlandırılmışdır. Bu döyüş İslam ordusunun məğlubiyyəti ilə nəticələnmişdir. Allahın Rəsulu ağır yaralanmışdır. Mən bu dağı xəyanət dağı da adlandırardım. Məkkə müşrikləri İslam ordusundan Bədir döyüşündəki məğlubiyyətini intiqamını almaq üçün qoşun toplayıb Mədinə şəhərinə hücum etmək qərarına gəlirlər. Allahın Rəsulu mühacir və ənsarlarla məsləhət və məşvərətdən sonra düşməni şəhərdən kənar məsafədə qarşılamaq qərarına gəlirlər. Allahın Rəsulu düşmənin belini qıran mükəmməl strategiya qurur. Ox atanları Uhud dağının üzərində yerləşdirir və heç bir halda oranı tərk etməmək əmrini verir. İlkin mərhələdə bu strategiyaya əməl edən İslam ordusu düşmənin belini qırır. Zahiri qələbəyə aldana ox atan dəstə qənimət sevdasına düşərək mövqelərini tərk edirlər. Pusquda duran düşmən fürsəti qənimət bilib hücuma keçir. Düşmən amansız həmləsi Allah Rəsulunun həm ağır yaralanmasına səbəb olur, həmçində ki, onun ölüm xəbəri yayılmaqda müsəlmanlar arasında süstlük yaradır. Bu zaman müsəlmanların Allah Rəsulunun meydanda tək qoyub dağa doğru qaçmağa başlayırlar. Bu süstlük və xəyanət həm ordunun məğlubiyyətinə, həmçində ki, Həzrəti Həmzənin şəhadətinə səbəb olur. Bəli, qənimətləri İslam Peyğəmbərin əmrindən üstün bilən şəxs xəyanətkardır. Xəyanətin də nəticəsi dünya və axirət məğlubiyyətidir. Nəfsini ram etməyən kəs nəfsinin kölgəsinə çevrilmiş olar. Nəfsinin köləsi olan şəxs isə xəyanət etmiş olar. Kərbəla faciəsinin səbəbkarları da dünya nemətlərinə aşiq olan kəsləridir. Bu səbəbə İmam Hüseyin şəhid etməklə Peyğəmbərin əmanətinə xəyanət etdilər. Bu hadisələr bizi İmam Mehdi Əcəlallahu fərəcəhum zuhur ərəfəsinə haqq mövqeyimizdən bizim uzaqlaşmağımıza hansı amillərin səbəb olacağından xəbər verir. Bu səbəbə nəfsimizin təmizlənməsinə köklənməklə Allah Rəsulunun böyük cihada hazırlıq işarələrini görülmə göstərişinə diqqət yetirməliyik ki, xəyanətkar dəstənin gərgəsində yer almayaq.